Salam salam. Bugün pələng olacağıq. Vır. Vır. Vır nə də aytaç. İtdi o pələng. Deməli, ilk dəfədir ki, belə bir qrim edirəm. Mən ümumiyyətlə üzümü qrim eləməmişəm. Görmüsünüz də makyajlar eləmişəm. Qəşəng makyajlar eləyirəm. Amma qrim bu biraz çətin məsələdir. Görək bugün məndə alınacaqmı, yoxsa yox. Düzdür, ağlımda başqa bir kontent var idi, amma dedim, niyə də yox? Sual işarəsi. Əslində, birinci başlayacağım Estee Lauder'ın tonal kremindən. Biraz tünd tonal krem lazımdır mənə. Deyin, niyə? Sual verin, niyə? Sual. Çünki axı tigr olacağam. Xaricdə o qədər professional şəkildə bunu çəpsi yaxına qoymuşam ki, makyajı aydın görün. O birisi cümləni yenə qutarmadan bu birisinə keçirsən. Aytaç! Nəysə, başladıq. Xaricdə çox qəşəng eləyirlər bu trendi. Professional işıqlandırma, arxa fon, ön fon. Amma ki, bu dəfə elə olmayacaq. Öz kendi çapımızda arkadaşlar. Deməli, başladıq. Düzgün də belə qoyacağım ki, həm oradan baxım, həm də sizinlə. Saç rəngim necə olub? Hə, bəyənmişsiniz. Instagramda, TikTokda həddən ziyadə bəyənildi. Bu zaqardı idi bəs. Hə, zaqarlaşır. Çox bəyənildi. Burada da bəyənildi, amma tək-tük adamlar var ki, bəyənmə. Deyirlər ki, Aytaç xanım, sizin rənginiz qaradır. Biri əsmər, biri sarışın. Hə. Mən də öz rəngimi deyirəm qaradır, amma bəzən fərqlilik lazımdır. Ona görə ki, sıxılıyorum. Məsələn, desəz ki, həmişə belə qırmızı saçla gəzəcəksən, bardolu saçla. Yox. Həmişə bu saçla gəzə bilmərəm, onunla da sıxılaram. Yəqin ki, tezliklə mən keçərəm qara rəngə. Hər zamanki kimi. Hər zaman. Güzgümü dəyişmirəm. Güzgümü qardaşım rəngləmişdi mənim üçün. Ondan sonra nəsə dəyişmək istəmirəm güzgümü. Güzgümü elə bil ki 41-45 müharibəsindən çıxıb. Aha. Bu asandır, nə olsun? Tonal kremi vurdun. Hə, bunu hamı vura bilər. Heç vura da bilmədim düzəməlli hansı ki. Tonal krem, orada kölgəm də var. Biz 2 nəfərik. Mən və kölgəm. Tonal kremi yaxşı. Başa düşdük. Bəs bunun indi o pələng kimi makyajı necə olacaq? O belə xəttlər. Hə? Nə edəcəksən onda? Kimi çağıracaqsan? Özün eləməlisən hamısını. Özümüz işləməliyik. Özümüz işləməliyik. Öz qüvvəmizlə. Kaş köhnə Azərbaycan filmləri kimi indi də filmlər çəkilsəydi. Baxsaydıq. Necə baxırsınız heç Azərbaycan filmlərinə? Hansına baxmısınız axırıncı dəfə? Köhnə yox. Köhnə hamımız baxmışıq, sevirik. Yadımıza düşəndə açıb baxırıq, televizordan baxırıq. Belə indi təzəlikcə mikrorayon deyirlər ki, çox qəşəngdir, İctimai TV-dən gedir. Baxaram bəlkə də görək necədir. Burada videonu dayandırıb nə etməlisiniz? Kanalıma abunə olmalısınız, şərh yazmalısınız və bu videonu bəyənməlisiniz. Tezliklə mən o 100 minin almaq istəyirəm. Plaketi almaq istəyirəm, uşaqlar. Qardaşımın səhifəmdə almışam. Burada yoxdur. Alacağıq. Konsiler əsasdır bu makyajda. Göz altı biraz ağ olmalıdır. Yəni həmişəkindən biraz daha çox. Yadınızda da bir dəfə makyaj ləvazimatları haqqında danışanda demişdim ki, Chanel'in qaymaq kimidir konsileri. Amma gözünüzün altı çox qaradırsa sizə əl verməyəcək. Yəni bundan çox böyük performans gözləməyin. Amma qaymaq kimidir, örtücülüyü normaldır, çoxdur, bir tart kimi deyil. Mən bunu alanda qız məni, ay necə təriflədi. Aytaç xanım, bir damcı çənənizə vurun. Bunun üstü yoxdur, nə bilim altı yoxdur. Bu zarafatıma görə mənə blok ata bilərsiniz. Gözlərəm atın blok. Necə təriflədisə, manipulyasiya oldu mənə. Yəni heç yoxlamadım, görüm həqiqətən yaxşıdır. Dedim, yaxşı, öldürdün, kendini öldürdün. İllər sonra gözümün həm üstünə, həm də belə altına liner çəkəcəm. Ay, heyecanlandı, heyecanlan, kalbim tuk tuk tuk.
Sonra bunu belə qəşəng göz altına keçirik. Nay nay nay. Pis deyil yəni, amma lap belə wow deyil də yəni. Mesela Chanel məncə ətiri çox uğurludur. Geyimləri, təbii ki, çantaları, bəziləri çox təbiiliyin tərəfdarıdır. Elə bir ki, məsələn gözünün altı qara olan qızlar var da, onlar düşünməyib elə bil ki. Ümumiyyətlə bu markalar bilirsiniz də ideologiyası ondan ibarətdir ki, belə deyim, bu markaların ideologiyası ondan ibarətdir ki, sənin əgər gözün altında qaralıq varsa, üzündə hər hansı problem varsa, onu örtmə. Onu müalicə elə. Məndən soruşsan, əslində mən də, yəni məncə çox qəşəng ideologiyadır. Belə, indi keçirik göz makyajına. Gözümün üzərinə liner və eynisində belə altdan keçməliyəm. Tiger'ın gözləri, pələngin gözləri çıxmalıdır önə. Mən qarışdırıram həmişə Tiger'la Jaguar'ı. Videoda montaj eləyəndə qoyaram yan-yana, yadıma düşər. Məncə Jaguar başqa şeydir, Tiger başqa şeydir. İndi biz Tiger eləyirik. Biraz bu bronzerdən bu ikisini qarışdıracağım. Bir damcı göz üstümə keçəcəm. Çox lazım deyil. Bunda qara var. Üzümüzdə bundan Üzümüzü bundan kontrollayacağıq. Ona görə bu ikisini bir yerdə keçək. Bəzi qızlar var ki, gözünün üstünə ümumiyyətlə dəyməmişdi bu makyajda. Amma məncə biraz dəyək. Biraz belə gedək. Aha. Mənim ən narahat olduğum hissə o xətləri simmetriya ilə çəkməkdir. Lülülülü. O nə öyle? Hölülülülü. Aşkım, ne stakın helva? O ne öyle hele böyle? Bakmışsınız çizgi filmler. O ne öyle? Hölülülü. Bəzən makyaj eləmək insana belə terapi kimi gəlir. Deyirsən, oy nə gözəl, nə gözəlsən, nə qəşəngsən, bu axşam sənə əziz dost. Bəzən deyirsən ki, ay da kim bezənəcək, ay Allah, ay Allah. Gəl görüm, gözünü gətir. Nə qəşəng yaraşdı sənə, oldun kukla. Aha, gəldi indi ən çətin məsələyə. Alo, qardaşımın skoçu. Bir şeyi biraz ağartmaq istəyirəm. Onda mənə Şeglamın bu konsileri kömək eləyəcək. Gözün altını o heyvana bənzəmək üçün biraz da ağartmaq lazımdır. Bax, bu hissəni biraz da ağartmaq lazımdır. O ağlığı da mənə Şeglam verəcək və qaşın bu hissəsini, eyni ilə də bu hissəsini, əgər evdə eləmək istəsəz bu makyajı evdə niyə eləmək istəyək? Ay taç. Yəni də, bir maraqlı olsun deyə və yaxud da ki, hər hansısa bir tədbirə. Bu odur. Bu özüdür. Belə ağ, özü sırf bu hissəsi belə ağ olmalıdır, bu hissəsi. Və eyni ilə də bu qaşın bu hissəsi də ağ olmalı. Fikir verirsiniz, pələnglərdə axı gözün altı biraz daha belə abartı ağdır. Hələ biraz da biz bunu ağarda bilərik deyə düşünürəm. Biraz da ağardaq. Ağ elədin, ay taç, sözün əsl mənasında. Bu arada Şeglamın bu konsileri qayımaqdır, qaymaq. Mən bilmirəm də. Bu konsilerin üzərinə mən bilmirəm. Çox qəşəngdir. Alın, aldırın. Nə qırışlara yığılmaz. Heç nə ümumiyyətcə. Eyni teksturanın mən şahidiyəm Estee Lauder'da, amma desəz ki, Estee Lauder çox örtücüdür, yoxsa bu, əlbəttə ki, bu. Baxın, bir dənə, yəni, göz önündədir. Deyil göz önündə. Ən sonda deyərsiz, xahiş edirəm ki, alındı, yoxsa alınmadı. Bəyəndiniz, yoxsa bəyənmədiniz. Düzdür, mən bunu indi montaj edirəm, doğrayıram, tez oldu kimi görsənir, amma bu tip makyajlar çox çətin makyajlardır. Mama! Skoç var səndə. İndi əsas məsələ lineri çəkməkdir. İkisi də eyni istiqamətdə olsun deyə
Bu skoçdan istifadə edəcəm. Çünki qutarıb o birisi. Düzdür, bu skoçdan istifadə edirlər ki, layneri düz çəksin. Mən bəzən dümdüz çəkirəm, çox belə qüsursuz. Bəzən biri biraz aşağı olur. Layner bəzən şans məsələsidir. Yəqin ki, sizdə də olur. Evdən tələsə-tələsə çıxırsansa, o alınmır. Alınmır da bala, alınmır. Olmayanda olmur. Durnaya oxşadım. Ay, uçan quşlar, dararım. Uçan durnalara şeir yazdılar. Ölən durnaların lələkləri ilə. Ciddi söhbətdir, amma orada lələk sözü nəsə gülməyim tutur. Vivien Sabonun layneridir. Dəhşətül, vəhşətül, məhşətüldür. Getdik. Bugün olacağı bu. Layneri çəkirik qəşəng. Hop. Uzun. Biraz uzun çəkməliyik. Çünki biz tigrıq axı. Tigr. Biraz da buradan. Orada bir dənə qız bu makyaj eləmişdi. Elə bildim pələngin özüdür. Pələngin özünə oxşuyurdu. Qoyacam bura şəklini. Həqiqətən də istedadlar var da. Annelər nələr doğuruyor. Ay ana, ay ana. Mən pələng də olsam gözəl olardım. Eləmi? Əsas odur ki, bax bunu düz belə gözün içərisinə gətirəsən. Üzümü tutur. Bu Gulyabani kimdir? Mənim ilim də pələngdir. Aytaç, nə tez yadıma düşüb? Aytaç, vlog taranda deyərdin. Yaraşdı hə mənə gözümün içinə karandaş çəkmək. Şərhlərə yazın. Nəyi bəyənirsiniz, nəyi bəyənmirsiniz. Mən hamısını oxumaqdan zövq alıram. Bu makyajı silmək var. Anama deyin, balası ölür. Bu gözümdə isə gözümün altını biraz nazik gedəcəm. Və ikisinə də baxacam. Görüm nazik getmək daha uyğundur, yoxsa qalın getmək. Hansı uyğun olsa onu eləyərəm. Mən baxdım qızda gözləri biraz balacadır. Ola bilsin ki, o səbəbdən dolayı eləyib. Bilmədim indi. Arada qaldım. Bu qalın da qəşəng görsənir, incə də qəşəng görsənir. Qızlar çox qalın eləyib, bəzi qızlar çox incə eləyib. Gəlin belə eləyək. Hər ikisini orta səviyyədə eləyəcəm. Nə çox qalın eləməyəcəm, nə çox incə eləməyəcəm. Getdik. Biraz buralarını silim. Çox yox, bir damcı. Daha belə orta. Amma bəzi qızlar var ki, ümumiyyətcə qalın eləyiblər. Sən getdin niyə qal? Məncə daha belə abartılı olmalıdır. Çünki bu pələng gözüdür. Gözüm belə nə qəşəng görsəndi. İndi bu bantları çıxardaq gözümüzdən. Görək nə əyrilik var. Bu bantsız daha yaxşı çəkərdim məncə. Hop. Oo. Gözləri qutarmışıq demək olar ki. İndi keçirəm qaş hissəyə. Qaş hissəmi biraz həmişəki Aytaca nisbətən biraz tündləşdirəcəm. Çünki belə lazımdır. Gözün altını indi Huda ilə, çünki o bizə face-up effektini verən ancaq bu pudradır. Bu pudra ilə çox oldu. Biraz altından keçək. Sonra ən axırda ehtiyac qalsa yenə keçərik. Baxın bu hissəsinə həm konsiler yayılmasın, həm də sabitləyirik sanki. Üzü belə face-up effekti veririk. Pudranı çox sevirəm. Göz altı doğrudan da necə oxşadır, fikir verin. İndi isə keçirik bu hissələrə. Biraz belə pələngi oxşatmaq üçün üzü yığmalıyıq, konturlamalıyıq, amma həmişəkindən biraz fərqli. Bizə lazımdır bu rəng. Nə çox bardov olmamalıdır, nə çox narıncı olmamalıdır. Həmin o heyvanın rəngində də belə deyək. Bu hissəyə keçirik. Alta gəlirik bura. Biraz abardırıq çünki kamerada bilinsin. Biraz bura gəldik. Çənə hissəsi. Yenə bura. Xəttlərini qoyub sonra üstündən bir də keçərik. Yenə bura.
Sonra bura. Konturu biz əvvəl, yəni adi konturlamanı belə eləmirik. Bunda daha belə şitini çıxardırıq kimisindən. Sonra da bu tərəfə. Əlinizi qorxutmadan əslində gördünüz. Ayda oxşayıram artıq. Çox qəşəngdir. Bardaq. Biraz da. İndi əsas məsələ xətlərdir. Başladıq xətlərə. Əvvəl Miss Tayson bu karandaşından istifadə edəcəm. Hər ehtimal birdən silmək məcburiyyətində qalaram. Nisbətən kiçik bir xət çəkirik. Burada isə biraz daha uzun xət çəkirik. Baxın buradan. Aşağı gəlir belə. Çox yox, belə, biraz belə. Seri gəlib belə bir şey gəlir. Sonra belə. Bir dənə belə. Belə. Qara karandaşla. Deməli. Hop. Dedim. Ümid edirəm oradan görə bilirsiniz. Sonra bura. Burada isə artıq başlayıram renkləmə proseduruna. Ən maraqlı hissələrdən biridir. Həqiqətən də stres atdım burada. Və ən çətini odur ki, eynisini digər üzümə də etməliyəm. Makyajı elədikcə çox qəribə hisslər keçirirəm. Çünki görürəm ki, həqiqətən də pələngə bənzəyirəm deyəsən. Artıq burada anladım ki, bu iş alınacaq. İndi isə eynisini bu tərəfə edək. Əslində elə bilirdim çətin olacaq düzü. Sonra gördüm ki, yox. Çox asan şəkildə üzümün bu hissəsinə də eynisini çəkib rəngləməyi bacardım. Mən ağılsızlıq edib göz karandaşı ilə çəkdim və içini doldurdum. Amma siz etsəz belə etməyin. Çünki üz üçün xüsusi boyalar var. Həmin boyaları vasitəsilə üzünüzə istədiyiniz qrimi edə bilirsiniz. Sonra da həmin qrimi çox asanlıqla yuya bilirsiniz. Mən bu makyajı neçə saata yuyacam, heç bilmirəm. Burada keçirik tonlamaya. Kənar hissə və alın hissələr daha da narıncı eləməliyəm. Çünki bilirsiniz ki, pələngdə belə olur. Burunun yanları, gözlərin altı, biraz da çənə və alnın alt hissəsi daha da ağ görünməsi üçün konsiler vurub üzərindən belə tenlə keçdim. Keçirik burun konturlamağa. Hər zamanki konturlamadan bu demək olar ki 2-3 qat daha çətin olacaq. Mən bəzən burun konturumu tez-tez soruşursunuz. Baxıb belə eləyirəm. Şeklamın konturunun ön hissəsinə keçirəm. Amma burada yadımdan çıxıb güzgünü burnuma tutduğum üçün çox da sizə göstərə bilməmişəm. Bir dəfə sırf burun konturumu sizin üçün çəkib paylaşacağam. Əvvəl dedim ki, bu burnun alt hissəsini rəngləməyim. Amma gördüm ki, sırf rəngləyən make-up ustalarında daha professional görsənib. Pələngə daha çox oxşayıblar. Ona görə də mən də. Məncə çox qəşəng alındı. Şərhlərdə şərh yazmağı unutmayın. Fikirləriniz çox önəmlidir mənim üçün. İndi isə pomada kontur daha sərt. Demək olar ki, bitiririk. İndi belə bir karışımı qaraya yaxın bir pomadadan istifadə edəcəm. Baxın belə. Deməli, iki tip saç düzümü var ağlımda. Bunu çıxaraq. Ya belə əsl tiqri andırır. Ya da gedir bu jele ilə arxaya belə. Belə oluram. Və hop. Və mən hazıram. Keçid videosu çəkmişəm. Həmin videonu izləmək üçün Instagram və TikTokumu izləyə bilərsiniz. Orada çox bəyəniləcəyindən əminəm. Adım, daha doğrusu, buradakı adla eynisidir. Ümid edirəm ki, makyajımı bəyəndiniz. Bu vaxta qədər ən əziyyətcil işlərimdən biri ola bilər. Və bəzən nəticəni görmək üçün videonun yalnız sonuna baxırsınız. Amma sizdən xahişim olacaq ki, videonu əvvəldən sona qədər izləyin. Ona görə şərh yazın, ona görə like edib kanala abunə olun. Bu mənim üçün çox əsasdır. Təşəkkür edirəm izlədiyiniz üçün. Bəyənib bəyənmədiyinizi yazarsınız. Məncə pələng oldum.